imtahan keçirilib də 24 mayda. Azərbaycan dili suallarını səhifə-səhifə izah eləyəcəm və hər birinin açıqlamasına baxacağıq. Suallar çox da çətin suallar deyil əslində. Yəni yazanmayanlar tez inciyib deməsin ki, niyə çətin sualdır, nədir? Yox, çox da çətin sual deyildi. Mən bir dəfə videomuza baxım. Yaxşı, görüntü qaydasında sualların izahına keçək. Yazıb ki, hansı iki sözdən biri bütün tələbləri ödəsə də, digəri heç bir tələbi ödəmir. Yəni iki sözdür. Bu bütün tələbi ödəsin, bu birisi heç birini ödəməsin və yaxud da tərsinə. Gəlin baxaq, qırıcılar kök fe'l ilə omonimdir. Qırıcılar, qırıcı. Elə özü kökü fe'ldir, qırmaq fe'lidir, omonim ola bilməz. Buna çıxaqdır. Başqa sözlə eyni köklü ola bilər. Qırıcı fe'li, qırmaq fe'li düzəltməlidirsə ola bilər. Bax, birinə düz, birinə səhv oldusa, demək bu cavab getdi. Ya hamısına düz olmalıdır, ya da hamısına səhv olmalıdır. Daşladıq, daşladaq. Deməli, kök fe'llə omonimdir. Burada sözün kökü daş ismidir. Daşmaq fe'li ilə omonimdir. Düzdür. Başqa sözlə eyni köklü ola bilər. Düzəltməlidir. Düzdür. Leksik şəkilçi işlənib. Düzdür. Tərsinə görə təhlil iki cür düşünülür. Daşladaq sözü bir deyirsən ki, biz daşladaq. Bir də desən kaş daşladaq. Onda birində a olur arzu şəkli, birində də aq bir yerdə olur. Deməli, hamısını ödədi. İkinci sözə bax, dağıntı, sözün kökü elə dağıntıdır. Kök fe'llə omonimdir. Dağıntı adlı bir fe'l yoxdur. Başqa sözlə eyni köklü ola bilər, olanmaz. Çünki sadə sözdür. Leksik şəkilçi işlənib. Sadə sözdür. Tərsinə görə təhlili iki cür, elə bir dənə kökü var. Elə düzgün cavabımız oldu. B variantı çətin bir sual deyil. Orfoepik norma pozulduğu cümlələri müəyyən edin. Orfoepik yəni düzgün tələffüz. Bir çox insanlar problemlər qarşısında aciz qalır. Doğrudur. Arıq oğlan, arıq özündən sonra sahib, arıq oğlan olmalıdır. Deməli, bu dedik doğrudur, bu yanlış. Cavanlar bulaqdan qayıdan qızlarla qarşılaşdılar. Doğrudur, heç nə yoxdur. Öz ixtirası yox, ixtirası səhvdir. Günəş üfüqdən boylananda yolçular yola düşdülər. Burada da heç nə yoxdur. Səhvlər bizə lazım idi. 2-4. Sualımızın cavabı A variantı. Üçüncü suala baxaq. Hansı cümlədə mübtəda əlavəsi işlənmişdir? Bu yazan bəxtəvərdə heç birini düz yazmayıb. Hər səhər əlinin bacısı qaymağı qonşuya, Zümrüd xalaya çatdırdı. Kimə? Qonşuya. Tamamlığın əlavəsidir, getdi. Xala 2 gündən sonra şənlikdir. Südabənin ad günüdür. Şənlikdir, xəbərdir, xəbərin əlavəsi getdi. Rəfiqə, Vəndamlı İbrahim Xəlilin anası çox müdrik qadındır. Müdrik qadındır. Kim? Rəfiqə. Mübtəda əlavəsi də Vəndamlı anası. Düzgün cavabımız C variantı. Verilmiş nümunədə lövhəmiz də arada dayanır. Verilmiş nümunədə tək sözünün hansı nitq hissəsinə aid olduğunu göstərən düzgün ardıcıllığı müəyyən edin. Açır piyalə tək, piyalə kimi oldu qoşma. Tək əllə, tək əl necə əl? Sifət, ismə aiddir. Çörəyi tək yemə, hərəkətə aiddir, zərf. Mən çətin gündə dayaq tək sənsən, yalnız sənsən, bircə sənsən, bu da ədat. Deməli, qoşma, sifət, zərf, ədat. Qoşma, sifət, zərf, ədat və salam. Qrammatik normaya uyğundur. 5-ci sualımızda deyir, qrammatik normaya uyğundur. Qrammatik norma, mən həmişə deyirəm, ən sadə bu cür yadda saxlayırsınız ki, Azərbaycan dilində öyrəndiyimiz qaydalara uyğundur, yəni. Gəlin baxaq, çatdırır atını birbaşa dünya. Dünya birbaşa atını çatdırır. Bax, inversiya var, burada pozulub. Gənclər yeni arzular qoşmaq üçün inamla irəliləyirlər, gənclər irəliləyirlər, düzdür. Qırıldı arzular, arzular qırıldı. Nə oldu? Bu da səhvdir. 1-3 səhvdir, 2 də düzdür. Əsər, film və ssenari bir-birindən fərqlənirlərdi. Görürsünüz, səhvdir. 4-də getdi. Ayaq izlərimiz qarın üzərində çuxur yaratdı. Çuxur yaratdı, ayaq izlərimiz cansızdan söhbət gedirsə, mübtəda təkdə də ola bilər, cəmdə də ola bilər. Doğrudur. Düzgün cavab 2-5. Axır ki, birini tutdurub şagird. Bu bizim şagirdlərdən deyil. Mən elə internetdə paylaşmışdılar. Oradan götürdüm. Cədvələ əsasən uyğun fikirləri müəyyən edir. Nümunələrə aid doğru fikirdir, yanlış fikirdir. Baxaq, səmanın bir küncündə tək bir ulduz parıldayırdı. Parlayırdı. Nə? Ulduz. Mübtəda və xəbəri var. Bu ulduzun işığından hər şey daha sakit, daha aydın görünürdü. Nə? Hər şey. Hər birinin mübtəda və xəbəri var. Baxaq,
Həmcins zərfliklərin iştirak etdiyi sadə. Sadə deyirsə, bura doğru fikir bizdən soruşub, yanlış oldu. Demək, bu getdi. Tabesizlik əlaqəsindən istifadə olunmuşdur. Tabesiz mürəkkəb cümlədə gördünüz və ilə də bağlanıb. Olunmuşdur, doğrudur, bura yanlış yazıb. Bu da getdi. 1 və 2 getsin, görək nə qalır. Cavab çıxdı 3, 4. Baxın 3-ə. Qadın pəncərədən çölə baxır. Yağış damlaları, necə oldu yağış damlaları? Şüşə üzərində iz saldıqca şirin xatirələr bir film kimi gözlərinin önündən keçirdi. Deməli, baxır kim? Qadın. Bu xəbər o mübtəda. Deməli, yağış damlaları şüşə üzərində iz saldıqca şirin xatirələr bir film kimi gözlərinin önündən keçirdi. Gözlərinin önündən keçirdi. Demək nə? Xatirələr. Demək bu mürəkkəb cümlədir. Gəlin baxaq. Hər iki tərkib hissəsi müəyyən şəxsli nəqli cümlədən ibarət tabeçi mürəkkəb cümlədir. Gördük, ikisində də mübtəda xəbər göstərdik. Doğrudur. Təyinlər söz birləşməsi ilə ifadə olunur. Xatirələr, necə xatirələr? Şirin. Elə şirin xatirə, bu da təyin daha doğrusu. Söz birləşməsi yox, sözdür. Ona görə bu yanlışın altında yanlışı da düz götürürük. Düzgün cavab 3-dür. Zakir dostu Fərruxa dərhal teleqram göndərdi ki, onun bugün gələcəyini doğma qardaşına da söyləməsin. Göndərdi, niyə? Sualı buradan verdik. Deməli, bu baş cümlə, ikinci budaq cümlə. Belə bizdən yanlış soruşur deyə bu variant nağdı getdi. Baş cümlədə ikinci dərəcəli cümlə üzvlərinin hamısı işlənib. Bax, göndərdi kim? Fərrux. Hansı Fərrux? Yox. Göndərdi kim? Zakir. Kimə? Fərruxa. Hansı Fərruxa? Dostu Fərruxa. Necə göndərdi? Dərhal. Nəyi? Teleqramı. Bütün cümlə üzvləri işləndi ikinci dərəcəli. Doğrudur, bu da getdi. Həm baş, həm budaq cümlə müəyyən şəxsli cümlədir. Və göndərdi kim? Zakir. Onun bugün gələcəyi doğma qardaşı söyləməsin kim? O. Hər ikisi müəyyən şəxslidir. Budaq cümlə baş cümləyə ki ilə bağlanıb. Budur ona. Bu da getdi. Budaq cümlədə işlənən tamamlıqların hər ikisi söz birləşməsi ilə ifadə olunur. Və onun qardaşına da söyləməsin kimə? Qardaşına. Söz birləşməsidir bu? Yox. Deməli, elə yanlış cavab E variantı. 8-ə baxaq. Elə ən uzun suallar düşüb bu səhifəyə. Qəşəngdir ki, tam izahını görə bilirsiniz. Müqayisə cədvəlinə sizin uyğun fikirləri müəyyən edin. Bu sözlər mənə bir neçə saatdan sonra açılacaq bahar səhəri kimi təzə və parlaq bir həyat vəd edir. Cümləni düzgün oxumayan adam heç cümləni başa düşə bilmir. Deyir, bu sözlər mənə bir neçə saatdan sonra açılacaq bahar səhəri kimi təzə və parlaq bir həyat vəd edirdi. Nə edirdi? Vəd edirdi. Mürəkkəb feildir bu. Mürəkkəb feil. Söz birləşməsi yox. Nə? Sözlər. Hansı sözlər? Bu sözlər. Bu qədərini bildik, bu qalsın. Söz birləşməsi mübtədanın ifadə vasitəsidir. Mübtədanın ifadə vasitəsi sözlərdir. Bu da sözdür. Demək, bir səhvdir, getdi. Bizdən uyğun fikir soruşur. Feili birləşmə xəbərin ifadə vasitəsi. Feili birləşmə yox, mürəkkəb feil. 2 də səhvdir, getdi. Yaxşı, 1 və 2 getdi artıq. 1 getdi, 2 getdi, 2 getdi. 3-ə baxaq. Pəncərənin pərdəsini yellədərək içəri dolan yaz küləyi sanki özü ilə yeni duyğular gətirir. Nə edir? Gətirir. Nə? Yaz küləyi. Mübtəda söz birləşməsindən ifadə olunur. Mübtəda cəm şəkilçisi qəbul etmiş isimlə. İsimlə yox, söz birləşməsindən. 3 də getdi. Gördünüz, asan üsulunu deyirəm, bir cavab B artıq çıxdı. 4-ə bax. İsmi birləşmə baş üzvlərdən birinin ifadə vasitəsidir. Yaz birləşməsi mübtədanın ifadə vasitəsidir. Düzdür. Xəbərin ifadə vasitəsi indiki zamanda işlənmiş feildir. Bax, edirdi, gətirir. Hər ikisi indiki zamandır. Düzdür. Xəbər uzlaşma əlaqəsində aslı tərəfdir. Mübtəda və xəbəri var idi. Xəbərlə də mübtəda bir yerdədirsə, onsuz da uzlaşma əlaqəsində xəbər aslı olur. Deməli, doğru cavabımız 4, 5, 6 oldu. Bir səfərlik izahımız bu. İzahın davamı gələcək. Videomu bəyənib, paylaşıb dəstək ola bilərsiniz. Sağ olun.